Salam. 20 may 2026-cı il tarixidir. Yaz səsinin 60-cı günüdür. Zülhiccə ayının 3-cü günüdür. Zülhiccə ayının ilk həftəsinin ilk 3-cü çərşənbə günüdür. Bu günümüz xeyirli, uğurlu keçsin. Xoş xəbərlərlə dolu keçmiş olsun. 20 may günündə kimlər işləri arxasınca gedir, işlərində, ofislərində, iş yerlərində işləri ilə məşğuldurlar. Evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlığı, bol bərəkətli, ruzili, sülh-əmin-amanlıqlı, xoş xəbərlərlə dolu, zəngin olan bir gün keçirmələrini arzu edirəm. 20 may günündə təhsili ilə məşğul olan məktəblilər, orta ixtisas, ali məktəb tələbələrini, eləcə də digər təhsili ilə məşğul olanları bugün də can sağlığı, zehin açıqlığı, iş avadlığı, yol açıqlığı arzu edirəm. Bununla yanaşı qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 20 may günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 20 may günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid, qazi, əskər ailələr Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, gözəl, xoş xəbərlərlə dolu, zəngin, sülh-əmin-amanlıqlı, firavanlıqlı bir gün keçirmələrini arzu edirəm. Bununla yanaşı 20 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Və 20 may günündə də tarixi günlər vardır. 20 may 526-cı ildə Suriyada 300 min adam zəlzələ nəticəsində həlak olduğu gündür. Bununla yanaşı 20 may 1851-ci ildə Kanadada ilk poçt markası işıq üzü gördüyü gündür. 20 may 1900-cü ildə Fransada 1900-cü il yay olimpiya oyunları start götürdüyü gündür. 20 may 1902-ci ildə Kuba İspaniyada müstəqillik əldə etdiyi gündür. 20 may 1921-ci ildə Almaniya və Çin arasında diplomatik əlaqələr qurulduğu gündür. 20 may 1965-ci ildə isə Domodedovo hava limanının açılışı olduğu gündür. Bununla yanaşı 20 may Kambodjada ölüm günü kimi qeyd olunur. 20 may 1992-ci ildə Ruh Azərbaycan jurnalistlərinin müdafiəsi komitəsi yaradıldığı gündür. Bütün Azərbaycan jurnalistlərini, bütün dünya jurnalistlərini salamlayıram. Hər birinə can sağlığı, iş avadlığı, daima müdafiə olunmalarını, daima həqiqəti yazmalarını arzulayıram və daima isə rahat ömür yaşamalarını arzu edirəm. Bununla yanaşı işlərində müvəffəqiyyətlər və iş avadlıqları arzu edirəm. Dinlədiyiniz üçün təşəkkür edirəm.